Başladıq dördüncü testin izahına. Bir də made gördüm. Birinci qrupdur. Özündən sonra obyekt gələr. He-ni atdım. Və birinci qrupdur. Heç nəsiz, to'suz istəyir. Zamana görə dəyişmədən istəyir. Qalır cavabım C variantı. C. Sonra. 2 də person's behavior or way of acting. Davranış tərzi, manner. A variantı. 3 də yenə passivdir. Read, bayaqki izahda demişdik. Əvvəla mübtədaları eyni olmasın, bunu çıxaq. Read, read. Tələffüz dəyişir, amma yazılış dəyişmir. İndiki zamanı, keçmiş zamanı eyni qaydada qalır. Yəni, eyni formada qalır. Bəs mən bunun hansı zaman, indiki yoxsa keçmiş olduğunu necə biləcəm? Mübtədaya baxaraq. Kate üçüncü şəxsin təkidir. İndiki zaman olsaydı, axırında es olardı. Deməli, yoxdursa, yoxdur, deməli, keçmiş zamandadır. Was və participle tutduğu variant. 4-də deyir ki, doesn't go with the others. Digərləri ilə uyğun gəlmir. Polite, nəzakətli, clever, ağıllı, rude, kobud, talented, istedadlı, successful, uğurlu, müvəffəqiyyətli. C variant olacaqdır. Mənfi məna olan budur. Digərləri müsbət mənalıdır. 5-də to go on an excursion olacaqdır. İfadədir bu. On. Bu da olur elə D variantı. In the evening, in the afternoon. Sonra 6-nın birincisində praise. Tərifləmək 1-ə bu olacaqdır. 2 drop düşmək C olacaqdır. Deny də inkar etmək, say something isn't true. Doğru olmadığını söyləmək B, C, A. Olur A variantı. Gəldik sual cümləsindən. Sual sözüm gəlibdir, sonra mübtəda gəlməz. A gedir, C gedir, B gedir. D qalır, E qalır və when-dən, what time-dan sonra həfəz gəlməz. Qalır cavabım E variantı. 8-də mübtəda xəbər uzlaşmasıdır. The are gəlibdir, of-la bağlanıb. Of-dan əvvəl bottles cəmdədir, are cəmdədir. 1-i götürdüm. Some oil sayılmayandır, was təkdədir, götürdüm. 1-2-ni götürmüşəm, A variantı. Digərlərinə baxaq. Of-dan əvvəl box təkdədir, were cəmdədir, səhvdir. Of-dan əvvəl kilos cəmdədir, was təkdədir, səhvdir. 9-da yenə modal gəlib, batla bağlanıb. Batdan sonra təsdiqdir, batdan əvvəl inkar olmalıdır. Və does köməkçi var, need'in köməkçisi özüdür, must'ın köməkçisi özüdür, qalır D variantı. While gördüm, while-da hərəkətlər paralel olacaq, hər iki tərəf davam edici olacaqdır. Ya while-dan sonra davam edici, digər tərəf sadə keçmiş zamanda olacaqdır. Baxıram A variantı was reading and drawing. Bir tərəf indiki davam edici, bir tərəf keçmiş davam edici. B-də də bir tərəf indiki davam edici, bir tərəf keçmiş davam edici uyğun gəlmir. E variantında she read. Baxın, she indiki zamanda olsaydı S-lə olardı. Keçmiş indiki davam edici olmaz. C qaldı, D qaldı. Bəs ay müəllim, hər iki tərəf keçmiş davam edici zamanda nəyə baxmalıyam? A-ya baxırsınız, A ilə was olar, were olmaz. Qalır D variantı. 11-ə gəldim. Yenə so neither qaydasıdır. Cümlə təsdiqdədir. İnkar vermərəm. Neither getdi. Either inkar cümlənin sonunda gələr. So inkarda işlənməz. To inkarda işlənməz. Qalır cavabım D variantı. Ümumiyyətlə cümlə təsdiqdirsə, təsdiqə so to olsa ilə cavab verərəm. 11-ə gəldim. 11. İkinci tərəflə gedim, variant əliyim birazdan. Müqayisə dərəcəsidir. İkinci tərəf müqayisə olmalıdır. B variantı nice getdi. C variantı getdi. Nice tək hecalıdır. Şəkilçi ilə düzələr. More olmaz. More olmaz. Qalır cavabım A variantı. 13-də də mən refleksiv lazımdır. Refleksivlər elə cavabdan qayıdıram. You, yourself, bir götürdüm. 3'ü götürdüm. He, himself. They'in qayıdışı themselves olar. She'nin qayıdışı herself olar. 4'ü götürdüm. 1, 3'dür. 1, 3, 4.